şagirdlərin elektron yerdəyişmə prosesinə başlanılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, avqustun 20-si saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2-ci sinifdən 9-cu sinifədək və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Qeyd edilib ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyatı üzrə agentliyin və təsiri yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, agentliyin vətəndaşlara xidmət mərkəzinə, eləcə də asan xidmət mərkəzlərinə müraciət edə bilərlər.